Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. Oğulcan, bil ki, vəsiyyətimdən öyrənəcəyin ən yaxşı şey Allahdan çəkinərək qorxmağın, Allahın sənə vacib etdiyinə kifayətlənməyin və keçmiş babaların və əməli salih əhli beytinin qoyub getdiklərini əldə etməyindir. Çünki sən fikirləşərək düşündüyün kimi, onlar da öz sayıq düşüncələrini əldən vermədilər. Beləliklə, nəticədə düşüncə onları bildiklərini yerinə yetirməyə və vəzifə daşımadıqlarından çəkinməyə yönəltdi. Onlar özlərinə aşkar və məlum olan şeylərə inanaraq ona uyğun davrandılar. Qaranlıq və naməlum qalan şeylərdən isə uzaqlaşdılar. Beləliklə, əgər nəfsin sənin qohumlarının keçirdiklərini onlar kimi bilməməsinə baxmayaraq, qəbul etməkdən boyun qaçırırsa, sənin bu barədəki istəyin şübhələrə girişərək, mübahisə və çəkişmələrə daxil olmaq deyil. Başa düşmək, çalışmaq, elm və bilik əldə etmək olmalıdır. Ona nəzər salıb barəsində düşüncəyə dalandan qabaq, öz Allahından kömək istə. Müvəffəqiyyət qazanmağın üçün ona üz tut və səni şək-şübhəyə salan, zəlalət və azğınlığa aparan bütün pis işləri tərk et. Beləliklə, ürəyinin təmizləyib, saflaşaraq təvazökar və itaatkar olmasını, fikrinin kamilləşərək cəmlənməsini və o barədəki səyinin məqsəd yönlü olmasını yəqin etdikdən sonra dediklərimə nəzər sal və barəsində fikirləş. Əgər istədiyin fikir və düşüncə rahatlığını əldə edə bilməsən, bil ki, öz qabağını görməyən dəvə kimi anlaqsız addım atır və zülmət qaranlıqlara düşürsən. Anlayışı olmadan, bilmədiyi yol ilə gedən və ya haqqı batilə qatışdıran kimsə dini istəyən adam deyil. Belə olan halda dayanmaq və özünü saxlamaq daha yaxındır. Buna görə də oğulcan, mənim vəsiyyət və tapşırığımı yaxşı anla. Bil ki, ölümün sahibi həyatın da sahibidir. Yaradan öldürəndir, yox edən qaytarandır, düçar edən nicat verəndir. Dünya ancaq Allahın nemətlər, imtihanlar, axirət cəzası və bizim bilmədiyimiz şeylərdən istədiyini müəyyən etdiyi şey üzərində dayanıb. Buna görə də işlərdən hansısa sənə çətin gələndə, onu sənin ondan xəbərsizliyin və nadanlığın hesab et. Çünki sən yaradılışının əvvəlində nadan idin. Sonra bilik sahibi oldun. Sənin bilmədiyin, düşüncənin barəsində sərkardan qaldığı, görmənin azlığı və sonra görüb dərk etdiyin şeylər çoxdur. Buna görə də yaradan, ruzi verən və gözəl əndamını xəlq edəndən yapış. İbadət və bəndəliyin ona olsun. Ona üz tut və qorxun ondan olsun. Oğulcan, bil ki, Allah barəsində Peyğəmbər kimi heç kəs xəbər verməyib. Belə isə onu öz bayraqdarın hesab et. Nicat və qurtuluş rəhbərin bil. Mən sənə öyüd nəsiyyət verməkdə heç nəyi əsirgəmədim. Sən özün üçün fikir və düşüncələrində hər nə qədər səy və təlaş etsən də, heç vaxt mənim sənin üçün olan fikir və düşüncələrim həddinə çata bilməzsən. Oğulcan, bil ki, əgər Rəbbinin şəriki olsaydı, sənin üçün onun da peyğəmbərləri gələr. Onun səltənət və hökmdarlıq nişanələrini görər, iş və sifətlərini tanıyardın. Amma Allah özünü vəsf etdiyi kimi təkdir. Səltənətində heç kəs ona qarşı çıxmır. O heç vaxt zavala uğramır və həmişə olub. O hər şeydən əvvəldir, amma əvvəl olmaq və birinciliksiz. Həmçinin hər şeydən axırdır, sonluqsuz. O, rübubiyyətinin qəlb və ya gözün əhatə etməsi nəticəsində isbat edilməsindən böyükdür. Buna görə də onun sifətlərini dərk etdikdən sonra itayət və bəndəlik axtarışında əzab və cəzasından qorxmaqda və qəzəbindən çəkinməkdə qədir-qiyməti kiçik, qüdrəti az, acizliyi çox və Rəbbinə ehtiyacı böyük olan sənin kimsənə necə davranmaq layiqdirsə, elə hərəkət elə.
Çünki O, sənə yaxşılıqdan başqa bir şey əmr etməyib və səni çirkin işlərdən başqa bir şeydən çəkindirməyib. Oğulcan, səni dünya, onun necəliyi, aradan getməsi və əldən ələ keçməsindən xəbərdar etdim. Sənə axirətdən və həmin diyarda onun əhli üçün hazırlanmış şeylərdən xəbər verdim. Dünya və axirət işləri barəsində sənin üçün misallar da çəkdim ki, onlardan ibrət götürərək ardınca gedəsən. Dünyanı sınaqdan keçirib, tanıyan kimsə, uyğun olmayan qəhətlik və dar yerdən, su və yeməyi bol, yaşıllıqları olan yerə səfər edən müsafirlər dəstəsi kimidir. Onlar, öz diyar və yerlərinin gem bolluğuna çatmaq üçün yolun əziyyətləri, dostların uzaqlığı, səfərin çətinlikləri və yeməklərin pisliyinə dözərlər. Beləliklə, həmin çətinliklərdən əziyyət və ağrı-acı hiss etməzlər. Yığdıqlarının həmin yolda xərcləməsində bir ziyan görməzlər. Onlar üçün onları mənzil və yerlərinə yaxınlaşdıran şeydən sevimli bir şey yoxdur. Dünyaya aldanan şəxs isə yeyib içməyi bol, naz-neməti çox və müvafiq mənzildə olan və sonra oradan qəhətlik və darısqal yerə gələn dəstə kimidir. Gözlənilmədən yeni yerə çatan və ona doğru hərəkət edən zaman onlar üçün olduqları yerdən ayrılmaqdan acı və ağır şey yoxdur.